Qarabağ növbəti turlarda ən azı 4 oyundan, yəni 7 xal, 8 xal yığacaq və ilk 24-yə düşəcək, növbəti mərhələyə adlayacaq. Mən özüm də 3 ildir Qarabağ azərkeşiyəm, yəni Ordu fan klubu ilə hər oyuna gedirəm, hər oyunda stadiondayam. Yəni ürəklərdə Qarabağ həmişə dəstəkləyirik. Atletik Bilbao oynayanda Nəriman əsas heyətdə deyə, Duran ehtiyatda oldu deyə belə oldu. Yəni ilk 11-də Duranı başlatsa hücumda Qurban Qurbanov əsas heyətlə çıxsa hər oyun yəni belə hər şey eləmək olar. Qarabağ həmişəki kimi bizi sevindirdi həm 8 noyabr Zəfər bayramı, həm 44 günlük müharibənin bitirməsi, bütün də Qarabağın İngilis klubundan qalması bizi Azərbaycan kimi sevindirə bilər. Buradan da Qarabağı, bütün Qarabağ azərkeşlərini təbrik edirəm, siz də qarışıq. Bundan sonra Qarabağdan daha böyük uğurlar gözləyirik. Olarıq, niyə yox, belə həmişə özümüzü elə bir küçüldürük. Niyə Qarabağ oyuncuları, baş məşqçisi, gözəl məşqçisi İtaliyadan niyə qorxmalıyıq ki? Napoli bunun da oyuncusu var, onun da. Mən elə gəlir ki, Napoli'nin nəpəri var, elə Qarabağ da qazana bilərik. Elə Qarabağa bir dənə hələ ki Avropada Qarabağ oynayır. Ona görə də mən elə gəlir ki, bunun da öhdəsindən gələr. Həm də elə buradan istifadə edib Türkiyə millətinə də gözünü aydın deyirəm. Dünən Qalatasaray da Ajax'ı uddu. İki millət bir qardaşlıqda. Hər ikisinə vururlar. Chelsea oyununa baxanda çox qəşəng oyun keçdi. Bu Azərbaycan üçün bir fəxrdir. Yəni Chelsea-nə hər bir komanda yəni belə baş-baş gəlib 2-2 bərabər qalmaq, yəni çox böyük uğurdur. Sizin də dediyiniz kimi ilk yarıda qələbə qazanmaq bizim üçün lap sevincli oldu. Napoli oyununda da inşallah ki eyni qələbəni gözləyirik. Ən azından bir xal çıxartmaq bizim üçün yenə də böyük qələbiyyətdir, uğurdur bəli. Napoli oyununda inşallah udarıq. Ümidlərimiz böyükdür. Görək nə olur, yaxşı var inşallah. Yaxşıdır. 8 noyabra yaxın ölkəmizə qalib gəldilər, bərabərə dağılıyoruz. Chelsea özü də böyük bir klubdur. Qarabağ üçün böyük bir fəxrdir ki, dünya nəhəngləri arasında 15-ci yerdədir. Napoli ilə gözləntilər böyükdür. Bir xalda çıxarda bilər. İtaliyada da oyun çətin səfər olacaq. İnanırıq, bir xalda çıxardacaq oradan. Napoli güclü rəqibdir, əvvəl bunu demək istəyirəm. Ümumiyyətlə, hər şeydən qabaq Qarabağı təbrik edirəm. İkincisi, Napoli çox güclü rəqibdir. İtaliya çempionudur axırıncı. Buna görə də biraz diqqətli olmaq lazımdır. Biraz xəyalları, belə deyək, hədəflərdə ayağımızı yorğana görə uzatmaq lazımdır. Ona görə də ilk 8-dənsə elə 8-dən 24-də olan sıralamada elə bir mövqe tutmaq lazımdır ki, daha aşağıdan, yəni daha zəif rəqiblərlə bir yerdə play-offda oynayaq və bundan sonraki nailiyyətlərdə onun ardınca gəlsin. İngiltərə klubundan nəhəngindən xal aldıq. Bu da məncə mükəmməl nəticədir. Qurban Qurbanova və bütün dəstəkçilərə, azərkeşlərə, ən başda da oyunculara təşəkkür edirəm. Valla sevindirici haldır. Hərçənd özüm Neftçi azərkeşiyəm. Sevindirici haldır. Düzdür, oyuna baxmadım, amma belə uzaqdan izləyirdim. Təbii ki, Chelsea kimi bir klubdan, klublar arası dünya çempionatında PSG kimi bir komandanın 3-0'dan bir komanda və qiyməti milyarddan çox olan, evrodan çox olan bir komanda ilə heç-heçə qalmaq özü böyük bir nailiyyətdir. Təbii ki, hələ onu demirik ki, 2-1 udurdu. Təbii ki, Napoli oyunda bu, yəni necə deyirlər, bu şəkildə çıxsa, təbii ki, ondan da bir xal qoparda bilər. Hətta növbəti turda səhv etməmsə Ajax-la oynayacaq. Mən inanıram ki, o Ajax-ı udacaq. Bəli. Mən Ajax-la oyunu inanıram ki, özü də səhv etməmsə Bakıda olacaq oyun. O oyundan daha əminəm ki, 3 xal rahat götürə bilər. Özü də Qurban Qurbanov çox gözəl bir komanda yaradıb. Təsəvvür edin, 24 milyona olan bir komanda dünya böyüklərinə belə meydan oxuyursa, gör indi bu milyard olsaydı necə? Yəni real namizədlərdən biri olardı Çempionlar Liqasının. Yəni böyük bir necə deyirlər, əsas bir səbəbdir ki, yəni bahalı bir komanda yaratmaq.